Bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, əyləşin, Dövlət Sərhəd Xidməti, əyləşin, digər bütün biz... Əlləri armud toplayan Müdafiə Naziri, Dövlət Sərhəd Xidmətinin rəisi, generallar, nə artistlik eləyirsiniz? Naxçıvana dron düşəndə dəqiqələrlə Naxçıvan əhalisi, sakinlər əllərində telefondan macal tapıb çəkə bilir, göydə uçuşu görür, danışır, vaxtları var. Bəs ölkənin hava hücumundan müdafiə sistemlərini idarə edən siz generallar niyə o dronların qarşısını ala bilmədi? Hansı ki, bu sistemlər saniyələrlə hədəfi görüb, müəyyən edib, yox etməyə qadirdir. Milyardlar ödəyib hava hücumundan müdafiə qurğularını niyə almısınız? İndi nə İlham Əliyevin qabağında artistlik eləyib, durursunuz, oturursunuz. Niyə o dronları vurmadınız? Vura bilmədiniz? Yoxsa bu nə oyundur? Nə oyun oynayırsınız, oynayın, amma Azərbaycan xalqını müharibəyə sürükləyib öz oyunlarınıza alət etməyin.